Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Sizin her birinizi kanalımda gördüğüme çok şadım. Bugün birlikte balkonu yenileyeceğiz. İlk önce kafelerin üzerini yaxşıca silirik, temizleyirik ve sonra keçirəm panelin ölçüsünü götürüp ve yapıştırmağa. Ben elə bilirdim ki bu iş çok asandı. Sən demə elə də asan değilmiş. İlk önce biz istedik balkonu kraskalayaq, ama sonra usta dedi ki bəs kraskalamaq üçün gerek yaxşı vurasın kraskanı ki sonra zamanla orada kopmalar olmasın. Ona göre biz fikrimizi kraskadan daşıdıq ve keçdik panelə. Gitdik panellərimizi aldıq və bu da nəticədir. Baxın, belə bir şey alındı. Düzdür, çətindir. Gərək düzgün yapışdırasan, əks halda qopartmaq biraz çətin olur. Yuxarı hissə boş qalmasın deyənə buranda yapışdırdım. Belə bir dənə qaldı bu künclük. Bu künclüyə də təbii ki naliçnik mi deyim, patakonika ait bir şey var. Ondan alıb vuracağıq. Pola isə belə kvadrat şəkildə paneli aldıq. Bu sırf pol üçündür. Əslində mən istəyirdim belə qəhvəyi tonlarda bir paneli olsun, amma ki yox idi. Usta dedi ki axtarmayın, tapa bilməyəcəksiniz. Ona görə belə boz rəngdə oldu. Burada isə gördüyünüz kimi vinildir. Vinili də yapışdırdım. Burada ətraflı video indi izləyə biləcəksiniz. Yəni necə yapışdırırlar onu mən sizə orada təqdim edirəm. Düşünürdüm çətin olacaqdı bunu yapışdırmaq, amma həqiqətən də çox asan imiş. Sadəcə aynayı yaxşıca təmizləyirsən, tərtəmiz olmalıdır. Sonra su püskürdürsən və suyun üzərinə də bu vinili yapışdırırsan və şpatellə də üzərindən keçirsən ki, bəs arasında su falan hava qalmasın. Çox rahatdır, çox qəşəngdə görsənir. Bunu paketə axtarmayın, tapa bilməyəcəksiniz. Mən Temudan sifariş etmişəm, yalnız oradan tapa bilərsiniz. Üzərinə günəş vurarkən sanki evə göy qurşağı daxil olur. Çox qəşəng görsənir. Burada isə yoldaşım mənə polka hazırlayır və sizə göstərmək istəyirəm ki, bəs yerə vurduğumuz panel nətər görsənir. Beləsində pis görsənmədi, yəni razı qaldıq, yaxşıdır. Və yoldaşım artıq quraşdırır polkanı. Balkona isə bu polkaları vuracağım. Bunları da Temudan sifariş etmişdim. Əgər istəsəniz yazarsınız mənə, sizə artikulunu göndərərəm. Bu stol stulu digər ev üçün Sədrəkdən almışdıq. Hamısı bir yerdə 120 manata başa gəlmişdi bizə. Amma zamanla istəyirəm bunu dəyişim. Qəşəng belə retro stildə istəyirəm alım. Temuda da görmüşəm, hətta endirimə düşəndə alacağam, amma hələ ki istəmirəm. Çünki düşünürəm bu bura yaraşdı. Siz nə düşünürsünüz bu barədə mütləq yazın. Belə pis deyil, amma sadəcə bir balaca köhnəlikdir. Bunu ucuz qiymətə satıb dediyim kimi Temudan sifariş edəcəm. Burada da artıq təmizlik işinə başlayıram. Digər evdə tozlanmışdı və o halda da gətirmişdim bura. Temudan sifariş etdiyim bu raneri isə düşündüm ki, bura daha çox yaraşacaqdı. Ona görə mətbəxdə yox, burada balkonda istifadə edəcəm. Həqiqətən də qəşəng görsəndi. Və təbii ki, balkon nə balkon olar ki, yaşıllıq orada olmasın deyib palmamı gətirdim bura. Bunu mama mənə rayondan göndərmişdi. Çox qəşəngdir. Sevirəm mən ümumiyyətlə yaşıllığı. Ona görə dedim bu da burada dursun. Uşaqlar düzəlləyirlər, amma yenə də dedim olsun burada. Bunu isə Temudan sifariş etmişdim. Bu da çox qəşəngdir. Bu da günəş paneli ilə işləyir. Çox qəşəngdir. Yəni günəş üzü görməsə də olar, yəni işləyir. Sadəcə bunun bir məqamı var ki, daşla işləyir. Daşı mütləq dəyişmək lazımdır. Məndə məsəl üçün bu daşı ölmüşdü. Digər daşı taxırsan və ondan sonra artıq günəş paneli ilə rahatçılıqla işləyir. Yəni gündüz sönür, belə qaranlıq, yəni belə sönmüş vəziyyətdə olur. Axşam isə öz-özünə yanır. Çox qəşəngdir. Kim istəsə yazın mənə, linkini sizə göndərim.
Gözəlliyi sevən mən çox düşündüm ki, bura hansı gülü qoyum. İlk öncə ramaşkanı qoydum, amma düşündüm ki, yaraşmadı orada. Yoxsa yaraşdı mı bilmirəm. Amma götürdüm onu sonra oradan, bunu qoydum. Bu da baxdım ki, sonra nəsə ürəyimcə olmadı. Götürdüm başqa gülü qoydum. Sonda görəcəksiniz hansı gülü qoydum. İndi isə keçək bu hissəyə. Bu hissələrə də dediyim kimi Temudan sifariş etdiyim bu polkaları vururam. Bu da çox qəşəng görsənir əslində. Əgər istəsəniz yazarsınız mənə. Ümumiyyətlə nəyin xoşunuza gəlsə, mütləq yazın mənə. Sizə linkini və yaxud artikulunu yazaram, göndərərəm. Bunu digər evdə istifadə eləyirdim. Qəşəngdir. Yəni hər ağırlıqda məhsul götürür. Bunları isə Trendyoldan sifariş etmişdim. Qəşəngdir. Sadəcə içinə işıq lazımdır qoymaq ki, axşamları məsələn yandıranda qəşəng görsənsin. Bunları da bura qoydum. Yenə qərarsız olan mən düşündüm ki, burada yaraşır ya yaraşmır. Sonra təbii ki, yer dəyişim elədim. Daha az sonra görəcəksiniz nə dəyişiklik elədim. Böyük şamdanlığı götürdüm və onun əvəzinə bunu qoymaq istədim. Bunu da Yuskdan almışdım 2 manata. Burada isə saçma fikir verməyin, elə bir quş yuvasıdır. Sonra fikir verdim ki, bəs mənim saçım artıq çox uzanıbdı, kraska qoymaq lazımdır, həm də rəngi də solubdur. Burada küncdə bizdə kondisionerin deməli şlanqı yerləşir və düşündüm ki, belə bir gözəllikdir. Bura qaçsam pis olmaz. Elə hər şeyi düzə-düzə düzürəm, görüm axırda nə görsənəcəkdir. Bəyənməsəz mütləq yazın və yaxud bəyənsəz də mütləq yazın. Bu da düşündüm burada belə də pis görsənmədi. Və təbii ki, balkon kartoşkası soğansız nə balkon olasıdır deyib kartoşka soğanımı da gətirdim, düzdüm bura. Biraz meyvələrim də var idi. Karalok, mandarin, bir də alma. Dedim onları da götürüm qoyum bura. Salfanda qalmasın. Xalatinkidə qoymaq istəmirəm ki, bəs soyuq olur. Sonra yemək gərək çıxarıb qoyasan ki, isinsin, sonra yeyəsən. İndi burada almaları düzürəm. Almaları düzəndən sonra fikir verdim ki, əsl payız havasının rəngi oldu. Çox qəşəng görsəndi. Ürəyim açıldı lap belə bu görünüşə. Və balkonum demək olar ki, artıq hazırdır, qəşəng görsənir. Son olaraq isə istəyirəm, burada küncdə boş yer qalıbdı. Oraya isə fikuslarımı gətirib qoyacağam. Bir bu fikus növüm var, qəşəng görsənirdi burada deyə gətirdim onu qoydum bura. Və digər mənim belə ağac formada fikusum var, onu da gətirdim qoydum bura. Çox qəşəng görsəndi. Bu bilmirəm, amma gildə tez yetişibdi, böyüyüb artıq ağac olubdu. Məndə hələ ki belə balacadır, amma bunu mənə çox balaca vermişdi. Hələ ki bu qədər böyütmüşəm. Yoldaşımın aksesuarını isə bura qoyaq. Bunu da nə alsam ucuz aldım. 1 manat ya 20 ya 30 qəpiyə almışdım. Qardaşımın belə bir sözü var. Siqaret mənim ikinci arvadımdır və mən onu boşamayacağam. Bunu yoldaşım eşidər-eşitməz dedi ki, bəli, bu da mənim ikinci arvadımdır. Mən də bunu boşamayacağam. Ona görə xanımlar, yəni mümkün deyil siqareti tərk etmək. Ona görə məcburən bizim gözəl balkonumuza da lazımsız şeyi də əlavə etməli oluruq. Və burada da gördüyünüz kimi gülü də dəyişdim. Burada bu fikusu qoydum. Bu balaca fikus böyümək bilmir ki, bilmir. Ona görə hələ ki belə balaca qalıbdı. Gözəlliyi sevən mən bu dəfə yenə düşünürəm ki, bəs bu 2 dənə polkaya mən nə düzüm? Düşündüm ki, mətbəxə aid bir şeylər olar çox güman ki. Mənim Trendyoldan sifariş etdiyim belə bir ikili taxtalarım var. Düşündüm ki, bu burada yaxşı duracaqdı, yaraşacaqdı, amma belə nə bilim, çox düşündüm. Ya onu sonra götürəcəm, ya qalacaqdı, amma hələlik ki, durub da orada dəyişmədim, elə yerində qaldı. Bir də Temudan sifariş etdiyim bu ağac, daha doğrusu bu sarmaşıq deyirlər də, ona deyəsən onu almışdım 2 manat neçə qəpiyəsə. Dipçək daxil deyil və o böyük olan şamdanlığı isə qoydum ora. Məndə belə 2 ədəd qablar var. Daha doğrusu bunlar 3 dənə idi. Bunun böyük tayı yuxarı şkafa dəydi və sındı. Ona görə onu atmaq məcburiyyətində qaldım. Baxdım Trendyolda bunun böyük bir tayı 18 manatda çatdırılma bir yerdə hardasa 22 manat falan belə eləyəcəkdi. Ona görə onu sifariş etmək istəmədim. Baxdım Temuya. Temuda da yox idi eynən bundan. Ona görə onu təxirə saldım və əvəzinə 3 dənə belə ağ rəngdən hardasa öz qiyməti 20 neçə manat idi. Deməli aksiyalardan istifadə etdim. 10 neçə manata düşdü. Dedim ki, onu 18 manata bir dənə almaqdansa 3 ədəd dəst formada onu sifariş edərəm. Bu 2 dənə isə belə istifadə edərəm də. Birində kəkəli yot olar, birində də belə salma çay.
Və düşündüm hara qoyum, çünki Temudan həmin o sifariş etdiyim 3 ədəd onlar gələcəkdi. Bunlar isə qalır boşda, ona görə düşündüm ən gözəl variant onları bura qoymaqdır. Bu arada soruşanlar var ki, bəs bu sizdə nə yaxşı belə parıldayır? Bunun deməli özününkü, orijinal özünkü var idi. Amma ki, get-gedə elə bil ki, boşaldı, yağlamamışdım deyə. Əslində taxtaları yağlamaq lazımdır ki, bəs formasını itirməsin, çatda əmələ gəlməsin. Deməli, mən onları götürdüm, ləğv elədim, çünki içinə düşürdü. Bunları isə təzən Trendyoldan sifariş etdim. Hardasa 1 sm böyüyünü sifariş etdim ki, bəs bunların içində qəşəng olsun. Bu da mat formada gəlmiş. Mən də yoldaşıma dedim ki, bəs bunu verə bilərsən, laklasınlar, harda taxta düzəldirlər falan. Yoldaşım da verdi, belə qəşəng laklatdırdı. Yəni siz də əgər istəyirsinizsə, sizə də bir fikir olsun. Bunu qəşəng laklatdıra bilərsiniz. Qəşəng də görsənə belə parıldayır. Bunları qoydum bura, belə qəşəng görsəndi burada. Yuskdan aldığım bu gülü qoymaq istəyirəm, aloedir. Məncə qəşəng durdu. Mənim bu tikiş aparatım çox soruşulmuşdu YouTube'da. Dedim burada cavablandırım. Bu tikiş aparatının adı deyəsən Janomdur deyəsən də adı. Belə bir adı var. Bunu mənə 15 il öncə hədiyyə etmişdilər. 15 ildir ki məndədir. İstifadə edirəm. Həqiqətən də 15 ildir. Yəni nə azı, nə çoxsu. O qədər müddət tikməndəndir. Day bundan hər şey tikmişəm. Özümə don da belə tikmişdim. Yəni mən sizə tam dəqiq deyə bilmərəm hardan alınıbdı, necə alınıbdı. Yəni soruşmaq da ayıb olar onun sonra 15 ildən sonra. Əslində bu Janom tikiş aparatları hələ də var satışda. Əgər istəsəniz axtararsınız ya adını yazın internetdə baxın, görün harda satışda varsa əldə eləyə bilərsiniz. Həqiqətən də çox qəşəng maşındır, yəni keyfiyyətlidir. Və burada fikir verirsinizsə, Temudan sifariş etdiyim bu pərdə əslində retro karinzlər üçündür. Mən isə onu istəmədim. Baxdım ölçüsü yaxşı gəlir, ona görə bazardan belə lentə aldım. Tikiş lenti üçün də bu pərdələr üçün. Onu aldım və dedim tikim və belə asım. Əslində tikiş işlərini mən bacarıram. İstəsəniz hər şey tikə bilərəm əslində. Yəni praktikam var bu barədə. Artıq neçə ildir ki mən tikişlə məşğulam. Tikiş eləyirəm. Yəni hər şeydə tikə bilərəm. Yəni ağlımdan keçən bəzi şeylər var. Hətta əgər istəsəniz yazın mənə. Burada patuşka tikmək istəyirəm. Belə yadımdakı uşaq vaxtı mən 5-ci, 6-cı sinifdə oxuyanda bizdə əmək dərsində tikiş falan belə şeylər öyrədirdilər. Yəni burada Bakıdakı kimi deyil də, yəni Rusiyada yəni belə şeylərə önəm verirlər. Orada öyrətmişdilər ki, necə tikiş eləyirsən, yemək bişirmək falan da belə şeylər öyrədirdilər. Oradan mənim praktikam var ki, tikiş necə olur və odur budur, mən tikişə belə həvəsliyəm. Məsələn, şalvar alırıq bazardan, onun ayaqlarını falan özüm qısalda bilirəm. Kofta alırıq, məsələn, ayaqlarını kəsə bilirəm. Keçişini bitirdim. İndi isə keçirəm şpılkalarını taxmağa. Hər iki aralıq buraxıb və şpılkaları belə-belə taxıram. Pərdə ümumiyyətlə evin həqiqətən də gözəlliyidir. Bir pərdə, bir də xalçam. Çox qəşəng oldu. Baxın belə tikdim. Və astım, gözəl oldu. Bir də kənarlarına belə moncuqlu maqnit sifariş etdim. Belə vuracam buradan, qəşəng görsənəcəkdir. Yəni bu tam hazır vəziyyəti deyil, amma indidən çox xoşuma gəldi. Bir balaca gödək oldu. Baxın bu hissəsi. Yəqin ki, nəyisə hadisə səhv elədim və yaxud da belə gəlibdi. Deməli, mən sizə belə deyim, mən bunun bir ədədini sifariş etdim. Birini də sonra sifariş etdim və çox bəyəndim bunları mən. İzləyicilərim də çox istədi bunun deməli linkini və mən də bəzilərini atdım, bəzilərini ata bilmədim, üzrlü sayın. İndi burada yenə artikul paylaşıram. Kim istəsə sifariş eləyə bilər. Həqiqətən də çox gözəldir. Çox gözəl pərdədir. Yəni əvvəl mən fikirləşmişdim ki, tül alacağam. Tül istəyirdim, amma sonra baxdım ki, yox, ürəyim retro stildə bir şey istəyir. Ona görə bunu sifariş etdim. Bir də fikir verərsiniz, orada belə
şey var, belə cızgı var. Baxın, onu da istəyirəm lakla örtüm. Ağ lakım var, onu ilə örtəcəm. Burada da yüngülvari belə dəyişiklik elədim. Bunları belə yerləşdirdim. Bunu da balacasını gətirdim bura. Burada olan isə böyüyü qoydum ora belə. Yanına gül. Bir də radiomu. Radioda bu arada Trendyoldan sifariş etmişdim. Əgər istəsəniz yazarsınız mənə, linkini atarım sizə. Və belə oldu. Bu arada qeyd edeyim, burada da artıq baxın, bunu da Temudan sifariş etmişdim. Baxın, artıq işıqları yandı, daşını dəyişən kimi. Belə deyim sizə, bu günəş üzərinə vurmasa belə bu işləyəcəkdir. Yəni ki, günəş dəyməsə də olar. Əsas o da işıqlı bir yer olsun. Yəni işləyir. Mən belə başa düşdüm. Çünki o bir evdə də mən bunu sınamışdım, yoxlamışdım. Orada da eynən belə işləmişdi. İstəyən olsa yazın mənə, sizə linkini atarım. Belə. Bunu da mən digər evdən gətirmişdim. Orada mətbəxdə asılı idi məndə. Amma bura gətirəndən sonra bu işləmədi. Və mən bunu açdım. Dedim ki, ola bilməzdi ki, yəni bu işləməsin. Toka taxırdım, işləmirdi. Bunu açdım. Bir də baxdım ki, burada bir simi, hardasa buradan biri qopmuşdu. Onu yoldaşıma verdim. Yoldaşım paykaladı və indi artıq işləyir. Yəni taxaq birlikdə. Bircə dəqiqə. Artıq düzəltdik və işlədi. Bunu Sədərəkdən almışdım mən. Yəni hardasa 2 ildən çoxdur bəlkə də almışam. Digər evdə taxılıq dururdu. Belə rejimlərini belə basanda dəyişir. 20 manat almışdım. Belə bir vəziyyətdə istifadə edirəm. Baxın nə gözəldir. Çox qəşəngdir. Bunu istəyirəm. Burasım. Bu yumurtalara da fikir verdiniz. Bunları da əkizlərə verirəm. Bildirçin yumurtalarıdır. Uşaqlara çox faydalıdır. Ona görə mən də hərəsini bir dənə belə çiğ vəziyyətdə verirəm. İçinə elə bir ki, şəkər qatıram biraz və verirəm. Belə. Gəlin nə gözəl görsəndi, dəyişdiyi qoxuna. Həqiqətən də çox qəşəng görsəndi. Mən çox bəyəndim. Belə gözəl görsəndi. Qaldı bir dənə buralara Temudan sifariş etdiyim o muncuqlar gəlsin. Onu da vurduq da daha qəşəng görsənəcəkdi. Siz nə düşünürsünüz bu barədə? Artıq oldu, yoxsa yerinə düşdü? Bir də yadımdan çıxdı oranı laklamaq. Oranı da çıxıb laklayacağım. Belə. Bir də Temudan bunu sifariş etmişdim. LED işıqlardır. Bu da günəş paneli ilə işləyir. Bunu istəyirəm. Baxın. Buradan belə vurum ki, günəş bunun üzərinə vursun və bu işıqlarda işləsin. Bu da daşla işləyir deyəsən. Baxaram indi. Yoxsa daşı hazır varmı? İçində baxacağım dəqiq. Amma bu da belə 12 metrədir. Cəmi 6 manata mı neçəyə almışdım endirim kuponu ilə. İndi bunu istəyirəm, quraşdırım. Artikulunu paylaşacağım sonda. Baxarsa istəsəniz, siz də Gələn vlogda isə birlikdə mətbəxi təmizləyəcəyik. Baxın buranı. İlk öncə baxırsan ki, hər yer təmiz görsənir, amma xeyr, arxa fonda hər zaman belə olur. Ona görə kanalıma abunə olun, dəstək olun mənə ki, gələn vlogda birlikdə mətbəxi təmizləyək. Qaranlıqda isə vəziyyəti belədir, belə görsənir. Mən çox bəyəndim. Əsasən də bu qaranlıqda çox qəşəng görsənir. Əgər istəyirsinizsə həqiqətən də sifariş edin. Yəni elə də çox böyük pul tutmur. Yəni balaca bir şeylə insan özünü xoşbəxt eləyə bilər. Mən məsələn sevirəm gözəlliyi. İstəyirəm gözüm görən yer gözəl olsun, qəşəng olsun. Ona görə bu gözəlliyi bu evdə yaratdım.
Sizə Temudan sifariş etdiyim bu deməli divan təmizləyəni göstərmək istəyirəm. Çox qəşəng bir aparatdır. Həqiqətən də mən artıq ikinci dəfədir ki, istifadə etdim. Çox rahatdır istifadəsi. Təmiz suyu bir tərəfdə saxlayırsınız, çirkli su isə bir tərəfə tökülür. Belə bir şotkası var. İçində bəzi nasatkalar da var. Şnuru belə dolanır ətrafına. Belə göstərim sizə. Ətrafına dolanır. Bir də upuzun belə şnuru var. Hansı ki, şnur deyirəm, buna şlanqıdır. Bu şnur isə çox uzundur. Həqiqətən də hara gedər istəyirsiniz çəkə bilirsiniz. Çox qəşəngdir, çox rahatdır. Belə kompaktdır, balacadır. Belə, yəni mən çox razı qaldım. Qəşəng təmizləyir, gözəl təmizləyir və mən axırıncı dəfə xalçanı təmizlədim belə. Tərtəmiz elədi və saatlar içində qurudu. Yəni gözləmədik bir gün, 2 gün belə qurusun, tez bazar qurudu. İndi mən sizə burada elə belə görünüşünü falan göstərirəm, istifadəsini göstərmirəm. Çünki bir xanıma söz vermişdim ki, gələn vlogda mütləq sizin üçün paylaşacağım, bunu göstərəcəm. Artiklını burada qoyuram, mütləq sifariş edin deyərdim. Qiymətə də çox münasibdir. Mən aksiyalardan istifadə etdim, atdım səbətə və sonra keçdim aksiyalardan da istifadə etdim. Neçə faizlə endirim elədi mənə, çox ucuza aldım. Yadımdan çıxdı neçə idi, amma dəyər almağa ikinci dəfə istifadə etdim. Yəni bəyəndim. Onun üçün də sizə tövsiyə edirəm. Amma kanalıma abunə olsanız, mənə dəstək olsanız, mən sizə bir gün ya xalça üzərində ya da divan üzərində bunu sizinlə birlikdə test edərik. Əslində istəyirdim sizin üçün də çəkiliş edim. Sadəcə dedim ki, birdən yaxşı olmaz, yaxşı çıxmaz və boşuna sizi də yormuş olmaram video ilə. Ona görə çəkiliş etmədim. Amma mütləq sizinlə də bölüşəcəm bunun istifadə qaydasını, quraşdırılmasını və sayədə hər şeyi. Ona görə kanalıma mütləq abunə olun. Mənə dəstək olun. Bu videoma bol-bol like'lar atın. Baxıram, çox xanımlar məni takip etmədən izləyir. Sizdən də çox xahiş edirəm, kanalıma abunə olun, elə izləyin məni və yanında belə zəng işarəsi var. Onu da basın ki, mən video paylaşan zaman sizin xəbəriniz olsun. Mütləq kanalıma abunə olun. Bərbaşdan hər birinizə dərin təşəkkürümü bildirirəm. Mənə dəstək olanlar və olmayanlar hər birinizə dərin təşəkkürümü bildirirəm. Gələn vloqlarda görüşənədək. Hələlik.